Salam, hər vaxtınız xeyir olsun. Dəyərli 7-ci sinif şagirdləri, xoş gördük sizləri. Bugün 9 noyabr tarixində OTK-nın sizlər üçün təşkil elədiyi deməli imtahanın Azərbaycan dili suallarının izahına baxacağıq. İzaha keçməzdən əvvəl balaca dostlarımız videomuzu bəyənsin, kanalımıza abunə olsunlar. Kanalımızda istədiyi qədər dərs izahları var, istədiyiniz qədər videolar var, baxa bilərsiniz. Dərslərin izahına filan axtarış yerinə də hər hansı bir mövzunun adını yazıb qabağına Rəşad Ümbətov yazsınız, gələcək mövzu izahları baxa bilərsiniz. Bəlkə gələcəkdə siz də dərslərimizə qoşulub iştirak eləyərsiniz bundan. Deməli belə, uşaqlar, baxaq. Bu sınavın birinci sualını nə deyir bizə? Deyir ki, hansı cərgədəki iki sözdən birinin tələffüz qaydası düzgün verilməmişdir? Baxaq, çəmənlik sözündə hər şey düzgündür, qəntdan sözündə hər şey düzgündür. Yəni, burada bir səhv yoxdur. Adilanə, nadan. Burada uzanmalar olmalıdır. Deməli, ikisində də səhv var. Bunu da götürməyəcəyik. Yəni, bizə lazımdır ki, iki sözdən birinin tələffüzü. Yəni, bu cavabda deyil, bu cavabda deyil. Hökümdar, sənətkar sözləri hər ikisi doğrudur. Bu cavab da deyil. Yaddaşmaq, şəkərli hər ikisinin tələffüzü doğrudur. Deməli, burada da səhv yoxdur. Qızılgül sözü, bax, birinci sözümüz doğrudur. İkinci sözümüzdə burada ki olmalıydı. Ona görə bu yanlış tələffüz olunub. Deməli, cavab Y variantıdır. Rəng-bərəng sözündə ki olmalıdır. Növbəti sualımıza baxaq. Deyir, verilmiş mənalara görə sözlərin ardıcıllığını müəyyənləşdirin. Qeyri-səmimi, ikiyüzlü nə deməkdir? Riyakar deməkdir. 3-ü buraya yazacağıq. Lovğa, iddialı, bu təkəbbürlü deməkdir. 4. Pay, hədiyyə, bəxşişdir. 1. Dərin, düşüncəli və üzıq görən də nə deməkdir? Müdrik. 2-ni yazacağıq. Deməli, 3, 4, 1, 2. O da olacaq. Cavab D variantı. Üçüncü sualda nə deyir? Hansı qoşa samitli sözlərin yazılışa deyilişi arasında fərq yoxdur? Və qoşa saitli söz dediyinə görə B variantına baxırıq. Burada şücaət, memuar. Bax, bunlar fərqlənmir. Məsələn, A variantında bu saitlərin biri düşür. C variantında sait sözünə ya artırılır, təbiət sözünə ya artırılır. Y-də iaşə ya artırılır. Təbbədə biri düşür, ənin. Nail sözündə ya artırılır, aid sözündə ya artırılır və s. Yəni, B variantı tələffüzdə fərqlənmir. Deməli, 4-cü sualımızda deyir ki, nümunədə işlənməmişdir. Şamaxı, ey mənim sevimli yurdum, mən sənin qoynunda xaniman qurdum. Yəlik halda olan söz varmı? Var. Görürük, sənin sözü yəlik haldadır, bu var. Adlıq halda olan isim Şamaxıdır, bu da var. Çıxışlıq halda olan isim yoxdur, görürük. Elə cavab bu olacaq. Çıxışlıq hal yoxdur. Mənsubiyyətə görə kökündə sait düşən söz qoyununda sözüdür. Qoyun sözündə deməli burada sait düşüb, mənsubiyyət artırılıb. Ona görə bu da var. Mənsubiyyət şəkilçili isim ilə qoyununda sözü, yurdum sözü, daha doğrusu yurdum sözü mənsubiyyət şəkilçili sözlərdir. Cavab C variantı olacaq. Növbəti sualımıza baxaq. 5-ci sualıma deyir ki, təhlükəsizlik sözünün fonetik təhlilinə əsasən uyğunluğu müəyyənləşdirin. Təhlükəsizlik necə tələffüz olunur? Əvvəlcə tələffüzünə baxaq. Deməli, təhlükəsizlik. Bu şəkildə tələffüz edirik. Baxırıq, sözdə kar, cingiltili, samit yanaşı işlənmişdir. H və L samitləri yanaşı işlənib. Bu doğru fikirdir. Tələffüzdə kar, cingiltili, samit cütlüyü işlənmişdir. Tələffüzdə S və Z kar, cingiltili, samit cütlüyüdür. Yəni, bunu yadda saxlayın ki, birinin qarşılığını təşkil edən samit əgər sözdə varsa, o samit cütlüyü sayılır. Yəni, fərqi yoxdur. Biri sözün əvvəlində, biri sözün axırında ola bilər. Heç bir fərqi yoxdur. Yəni, mütləq deyil yanaşı gəlməkləri. Ona görə kar, cingiltili, samit cütlüyü işlənib, doğrudur. Tələffüzdəki fərqlər həm kökdə, həm də şəkilçidə müşahidə olunur. Baxın, sözün kökü bu hissədir, təhlükə. Görün, təhlükə sözündə fərq varmı? Baxın, burada yazılışı, bu da tələffüzü. Fərq yoxdur. Ona görə bu səhv fikirdir. Sözdə ahəng qanunu gözlənilib demək doğrudur. Doğrudur. Çünki incə saitlərin ahəngi var. Tələffüzdə bir fərqli məqam var. Amma görürük ki, iki fərqli məqam var. Həm D, həm də sondakı K fərqlənib. L fərqlənib D-yə keçib, K da fərqlənib İ olub. 1 deyil, 2-dir.
Qarşılığı olmayan iki samit var. Qarşılığı olmayan iki samit. Bir hı var, bir də l var. Bunu da doğru deyir. Deməli bizə nə lazımdır? Doğrunun altından doğruları götürürük, yanlışın da altından yanlışı götürürük. Cavab olacaq 1, 2, 5. O da Y variantı. Növbəti 6-cı sualda deyir ki, Azad böyüklərin söhbətinə qulaq asmağa maraq göstərirdi. Cümləsində sözlərin fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Cümlənin 3-cü sözündə qarşılığı olmayan iki samit işlənmişdir. 3-cü sözümüzdə h var, bir də n var. Qarşılığı olmayan. Bu doğru fikirdir. Cümlənin ikinci sözü yalnız cingiltili samitlərdən ibarətdir. Böyüklərin sözündə böyüklərin işi olur burada. Yəni o iş də kar samit olduğuna görə yalnız cingiltili samit demək səhvdir. Cavab elə B variantı olacaq. Bizdən səhv istəyir. Cümlədəki sözlər ahəng qanuna tabedirmi? Baxın, hamısı ahəng qanuna tabedir. Ya qalın saitlərin ahəngi var, ya incə saitlərin ahəngi var. Bu doğrudur. Cümlələrin birinci sözünün yazılışa tələffüz arasında bir fərqli məqam var. Cümlənin birinci sözü azad olduğuna görə bu da doğru fikirdir. Cümlənin ilk sözü hecaya ayrılsa da sətirdən sətrə keçirmək mümkün deyil. Bəli, deməli hecaya ayrılır azad. Düzdürmü? Amma sətirdən sətrə keçirmirik çünki sait tək qalmış olur. Doğru fikirdir. B variantı yanlış idi. 7-ci suala baxaq. Deyir ki, bəndlə bağlı fikirlərdən hansı yanlışdır? Göz yaşım damladı səssiz gecəyə. Ümidim qırıldı sükut içində. Könlüm bir dənizə bənzər coşqun, sahil yox, liman yox, dalğa içimdə. Burada fikir veririk. 3-cü misrada əşyanın adını bildirən 3 söz var. 3-cü misramızda könlüm sözü əşyanın adını bildirir, yəni isimdir. Dəniz sözü bildirir. Amma coşqun sözünü bənzər sözü feildir, bir sözü ədatdır. Coşqun sözü də sifətdir. Ona görə burada 2 söz var. Baxın, bir söz, 2 söz. Deməli, elə variantı yanlış istəyirdi bizdən, yanlışdır. Digər variantlara da nəzər yetirək. Bütün misralarda mənsubiyyət şəkilçili söz var. Birinci misrada hansıdır mənsubiyyət şəkilçili söz? Birinci misrada göz yaşım, ikincidə ümidim, üçüncüdə könlüm, dördüncüdə içim, mənim içimdə. Deməli, bu doğru fikirdir. Sükut sakitlik sözünün sinonimidir. Əlbəttə belədir. Sükut sözü sakitlik sözünün sinonimidir. Könlün mənsubiyyət şəkilçisi qəbul etdiyi üçün kökündəki saiti düşüb. Bəli, burada sait könül sözündə könül bu şəkildə yazılır. Amma bu sait düşür mənsubiyyət qəbul edəndə. Göz də çox mənalıdır, bunu da düz deyir. Deməli, cavab A variantı idi. Yanlış istəyirdi bizdən. 8-ci suala baxaq. Hansı sıradakı nöqtələrin yerinə uyğun saitlər yazılmalıdır? Hansı sıralarda nöqtələrin yerinə uyğun saitlər yazılmalıdır? Məsələn, bura yazırıq potensial, deməli, kolorit, notarius, hipnoz, diagram, firuzə, hospital, salnamə, minimum, laboratoriya, kolleksiya, azuqə. Deməli, biz fikir versək, hamısı düz yazın. Baxın, burada o, a, u olmalıdır, düzdürmü? Birə baxırıq, ikinci sözümüz burada a deyib, amma o'dur. Bunu atdıq, biri çıxdıq. Hipnoz odur, burada diagram adı, firuzə udur. Deməli, bu iki uyğundur. Hospital odur, salnamə adı, minimum düzdür. Deməli, cavab 2-3 olacaq. Laboratoriya deyil, laboratoriyadır. Burada A olmalıdır. Ona görə burada O-nun altında verməyi səhvdir bu da. Burada da məsələn kolleksiya O ilə verilir, amma A göstərib bizə. Deməli, yanlışdır. Cavab olacaq A variantı. Gördünüz, doğru olan. Cümlələrin birində tərkibində frazoloji birləşmə işlənməmişdir. O qaşqabağını sallayaraq anasının yanına getdi. Baxın, qaşqabağını sallamaq frazolojidir. Bu varianta çıxdıq. Ana həyəcanla gözlərini oğlunun üzünə dikdi. Baxın, burada gözlərini dikmək frazoloji birləşmədir. Gözlərini dikmək, yəni baxmaq. Deməli, bu da frazoloji var. Səlim bəzən dostlarına qulaq asmadan, qulaq asmaq frazoloji birləşmədir. Qərar verirdi. Bu da frazolojidir. Deməli, bunu da çıxırıq. Məşədi Əli bu hadisədən sonra sanki dilini udmuşdu. Burada sanki dilini udmuşdu. Yəni, frazoloji birləşmə yoxdur, dilini udmaq. Burada sadəcə kontekstdə məcazi mənada işlədilib, amma frazoloji deyil. Cavab olacaqdır variantı. Qoca müəllim hər kəsin qəlbinə yol tapırdı. Qəlbinə yol tapmaq frazoloji birləşmədir. Ona görə bu variantda çıxırıq. Cavab olacaqdır variantı. Daha sonra
10-cu halda deyil mürəkkəb sözlərin biri defislə yazılmır. Dərə-təpə defisdir, qeyri-adi defisdir, mer-meyvə defisdir, vitse-prezident defisdir, adgözlük biçi yazılmalıdır. Deməli, B variantı səhvdir. Birində feildən düzələn isim təsirli haldadır. Baxın, feildən düzələn isim. Və bu da cavab olacaq burada. Digər variantlarda heç nə uyğun deyil. Öyle birbaşa variantı deyim. Gül, gülüş, gülmək feilinin qardaşının gülüşünü. Deməli, qardaşının gülüşü, gülmək sözündən gülüş ismi yaranıb. Onun gülüşü. Gülüş ü də mənsubiyyətdir, nü də təsirli haldadır. Deməli, bizə də demişdi, feildən düzələn isim təsirli haldadır. Cavab olacaq Y variantı. Hansı cümlədə mənsubiyyət şəkilçisi qəbul etmiş 2C dənə söz işlənmişdir? 2C dənə söz işlənmişdir. Gecənin qaranlığı, yəni onun qaranlığı, öz qaranlığı da deyə bilərsiniz. Deməli, burada bir mənsubiyyət var. Şəhərin sükutu, hətta üstündə hal da var. Deməli, mənsubiyyət burada da var. Deməli, elə A variantında 2 dənə mənsubiyyət var. Məsələn, B variantında dağın dumanlı kəndləri. Burada bir dənədir. Bir dənə mənsubiyyət var. Ona görə bunu çıxırıq. Səhərin ilk işığı. Burada bir dənə mənsubiyyət var. Başqa mənsubiyyət yoxdur. Dağ küləyi yarpaqları dayanmadan yelləyirdi. Dağ küləyi. Burada bir dənə mənsubiyyət var. Bunu da çıxırıq. Sular çayın yatağında sakit-sakit axırdı. Burada da çayın yatağı, onun yatağı, öz yatağı. Burada bir dənə mənsubiyyət var. Cavab olacaq A variantı. Növbəti sualımıza da baxaq. 13-cü sual. Dodaqlanan incə sait. 13-cü sualımızda deyir ki, dodaqlanan incə sait, dodaqlanan incə açıq sait neçənci misralardır? Dodaqlanan incə açıq sait ö saitidir. Həm dodaqlanır, həm incədir, həm də açıqdır. O da deməli baxırıq. Bir dənə birinci misrada ö var. Bir də üçüncü misrada ö var. Deməli, könlümə görmədim, gözəli. Və salam. Seçirik 1 və 3. A variantı. 14-cüdə deyir ki, sadə düzəltmə isimlərinin sayı eynidir. Şöyle burada baxın, xanım sözü sadə isimdir, başqa bir isim yoxdur burada. Gözlüklü sifətdir, biz əvəzlikdir, xeyli zərfdir, gözlətli də feildir. Çıxırıq. Bu diyar Azərbaycanın ən gözəl güşələrindən. 3 dənə isim var burada. Bu əvəzlikdir, bunu götürməyəcək. Diyar isimdir, Azərbaycanın isimdir. Gözəl sifətdir, ən ədatdır. Biri də burada saydı. Deməli, burada da 3 dənə isim var. İsmin üçü də sadədir. Diyar, Azərbaycan, güşələri. Burada heç bir düzəltmə deyil. Bizə də sadə düzəltmə isimlərin sayı deyil. Gözünün ağı qarası bircə oğlu var idi. Göz isimdir, ağı qarası isimdir. Əslində ağı qara sifətdə, amma burada tutaq ki, gözünün ağı qarası deyir, isimləşib, bunu götürməyək heç. Bir də oğul sözü var, burada ikisi də sadədir, atırıq. Əlindəki əlcəyi çıxarıb işi tamamladı. Əlindəki sifətdir, dəki şəkilçisindən yaranıb, bunu götürməyəcəyik. Əlcək sözü, əlcək, əlcək isimdir, çıxarıb feildir, işi sözü, işi, nəyi, təsiri haldadır, tamamladı feil. Deməli, bir dənə isim baxın. Əlcək sözü düzəltmədir, iş sözü sadədir. Cavabımız D variantıdır. Y variantında da zəhmətkeş sifətdir, səmərəli sifətdir, iş isimdir, cəmlənib və hallanıb, hal şəkilçisi qəbul edib. Yüksək, necə, nə cür, nə tərzdə. Bu da zərfdir, qiymətləndirildi, feildir. Burada da bir dənə, deməli, iş sözü isimdir. O da olmaz axı, bizə lazımdır həm sadə, həm düzəltmə isim olsun. O da D variantı. Üzərində rəqəm yazılmış sözlərin hansılar həm mənsubiyyət, həm də hal şəkilçisi ilə işlənib? Namusum sözündə namus sözün kökü, bir dənə mənsubiyyət var. Sözündə sözü, dədə bir dənə, bax burada bir həm hal, həm mənsubiyyət var. Nəğmələr sözündə cəm var, amma mənsubiyyət hal yoxdur. Bir də qəlb, qəlbim, mənim qəlbim, öz qəlbim mənsubiyyətdir, ində haldır. Yəni 2 və 4-də həm mənsubiyyət var, həm də nə var? Hal var. Cavab olur Y variantı. Mətnə baxaq. Mətndə baxışaraq diqqətlə saxlayıb oxuya bilərsiniz, əgər imtahanda iştirak etməmişsinizsə. İştirak etmişsinizsə də artıq bəllidir sizə. Baxın, burada da belə. Suala baxaq biz.
Məsələn, 16-cı sualda deyir ki, cədvələ əsasən yanlış fikirləri müəyyənləşdirin. Yəni faktdan yanlış götürəcəyik, burada da ehtimaldan yanlış götürəcəyik. Dinozavrların suda yaşayan növləri də olmuşdu. Bu var idi mətndə, fakt var idi. Bax, burada hissədə deyir ki, deməli, suda yaşayanlar var. Gördünüzmü? Deməli, faktdır. Dinozavrların bütün növləri aşkara çıxarılıb. Bu yanlış fikirdir, fakt deyil. Dinozavrların yumurta qoyduğu arxeoloji sübutlarla, tapıntılarla sübut olunmuşdu. Bu düzdür. Baxın, bu hissədə var idi. Fransada, burada da Çində. Doğrudur. Sonra ehtimala baxaq. Ola bilsin ki, bəzi dinozavr növləri quşlara bənzər şəkildə təkamül keçirmişdir. Bunu ehtimal etmək olar. Alimlər ehtimal edirlər ki, bəzi dinozavrlar qida çatışmazlığına görə bir-birlərini yeməyə başlamışlar. Bunu ehtimal eləmək olar. Sonuncu abzas haqqında ehtimal eləmək olar. Düzdür, fakt kimi yoxdur, amma ehtimal eləyə bilərik. Onların məhv olmasında yalnız meteorit toqquşması səbəb olduğunu deyil. Yalnız meteorit toqquşması belə bir şey yoxdur, yanlışdır. Yəni belə bir ehtimal yoxdur. Deməli 3 yanlışdır, bir də 6 yanlışdır. Cavab da D variantı. Üzərində rəqəm yazılmış hansı söz məcazi mənadadır? Biz sözlərə baxsaq, sözlərimiz deməli burada üzərində rəqəm yazılmış, tapılmışdı, məskunlaşmışdılar. Sonra deməli sonra bastırıldığı, qida, bir də nəsli kəsildi. Bunların içində məcazi olan elə 5-cidir. O birlər hamısı həqiqidir. Nəsli kəsildi. Necə kəsildi? Bıçaqla yoxsa nə ilə kəsildi? Deməli, məcazi mənadadır da kəsilmək. Hansı fikirlər düzgündür? Giriş hissədə dinozavrların qalıqları dünyanın müxtəlif hissələrində tapılmışdı. Bunu deyə bilərik. Yalnız Asiya, Afrikada girişdə belə bir şey yoxdur. Amma burada var, baxın, başda deyir ki, dinozavrların qalıqları bütün qitə və materiklərdə tapılmışdı. Onu deyə bilərik. Dünyanın müxtəlif hissələrində, yəni bütün qitələrdə tapılsa müxtəlifdir. Sonra əsas hissəyə baxırıq. Alimlər əvvəl onların məməli olduqlarını düşünmüşlər. Deməli, belə bir şey əsas hissədə yoxdur. Yumurta ilə çoxalma haqqında məlumat yalnız təxmin, bircə dəqiqə qoy görün bəlkə. Əvvəllər, burada var idi, məməlilər olduğunu düşünmüşlər, var idi. Deyir ki, məməlilər sinfinə aid olduğunu bəsləyərək dünyaya gətirdiyini düşünürdülər. Deməli, C-ni götürəcəyik, C-ni. Bunu götürürük. Yumurta ilə çoxalma haqqında məlumat yalnız təxmin kimi. Təxmin deyil, həm Çində, həm də Fransada tapılmışdı. Bu səhvdir, orada var idi mətndə. İqlim dəyişikliyi dinozavrların nəticə hissəsinə baxırıq. Dinozavrların qidasının və özlərinin məhv olmasına səbəb olmuşdu. Bu var idi mətndə, deyir, qidaları və özləri məhv olmuşdu. Onların yenidən yaranması elmi fakt kimi sübut olmuşdu. Belə bir şey yoxdur, yenidən yaranması. Deməli, bizə doğrular lazımdır. A, C, Y. A variantı. 9-cu suala baxaq. Doğru fikir istəyir bizdən, doğru fikir. Dinozavrların çoxalması barədə ilk elmi tədqiqatlar 20-ci əsrin əvvəllərində, ondan qabaq da var idi, yanlışdır. 1995-ci ildə Çində dinozavrların məməlilər kimi doğulduğu müəyyənləşdirilmişdi. Amma bundan qabaq Fransada müəyyənləşdirilmişdi. Burada var idi mətndə 1859-cu ildə, deməli ondan qabaqdır. Alimlərin fikrincə dinozavrların məhv olması yalnız vulkan püskürməsi yanlış fikirdir. Qalıqların müxtəlif qitələrdə tapılması dinozavrların geniş ərazidə yayıldığını sübut edir. Bax, bu düzgün fikirdir. Çünki həm Çində tapılıb, Asiya qitəsində yerləşir Çin, həm də Avropada, Fransada tapılıb. Deməli, doğru fikirdir. Dinozavrların bütün növləri eyni ölçüdə olmuşdu. Yanlışdır. Bəziləri hinduşka kimi balaca, bəziləri də 3 mərtəbəli, 4 mərtəbəli bina kimi böyük olub. Deməli, bu yanlışdır. D variantı. Mətnin son abzasında nömrələnmiş cümlələrin hansı ardıcılıqla düzülür? Son abzasa baxsaq, uşaqlar, bax, bu son abzasımız buradır. Baxın. Deməli, son abzasımız bax, buradan başlayır, bu hissədən başlayır, bura qədərdir. Burada deməli, necə olmalıdır ardıcıllıq? Belə olmalıdır. Birinci gəlməlidir, bax, bu 3-cü cümlə. 3. Bəs necə oldu ki, dinozavrların nəsli kəsildi? Sonra deməlisən ki, alimlərin fikrincə buna səbəb iqlim dəyişikliyi olmuşdu. 2. Sonra deməlisən ki, bu dəyişiklik zamanı dinozavrların qidasını təşkil edən bir çox bitkilərin və heyvanların məhv olmasına,
Dinozavrların özlərinin də məhvinə gətirib çıxarmışdır. 3, 2, 1. Cavab belə olacaq. Onu da cavabdan götürürsünüz. 3, 2, 1. Cavab Y variantı. Belə uşaqlar, kanalımıza abunə olmağı unutmayaq. Hələlik özünüzə yaxşı baxın.